ICC Lider Məzunlar layihəsinə xoş gəlmisiniz. Bu layihədə ICC-nin müxtəlif inkişaf proqramlarının məzunları ilə görüşür, onların karyera yolları və əldə etdikləri bilik və təcrübələrinin iş həyatında necə təsir etdiyindən danışırıq. Çünki inkişaf yalnız öyrənməklə bitmir. Əsas nəticə öyrəndiklərini real həyatda tətbiq etməkdir. Bugünkü qonağımız Akses Bankın mərkəz filialının direktor müavini Türkan Qədimovadır. Bugün biz Türkan xanımla, onun uğur yolundan və eyni zamanda təcrübəsindən danışırıq. Xoş gəlmisiniz Türkan xanım. Xoş gördük Rami müəllim. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Necəsiz? Çox yaxşı, rahatam. Türkan xanım, işçiyə irad bildirməklə onu inkişaf etdirmək arasında balansı necə qorumalıdır? Balansın qorunması üçün əsas məqam burada konstruktivliyin qorunmasıdır düşünürəm. Çünki iradı tək problemə yox, həllə və inkişafa yönəltmək lazımdır. Əlbəttə ki, burada mütləq əməkdaşın da mövqeyini dinləmək lazımdır. Çünki səbəbin əsasını, yəni əsaslandırmaq lazımdır ki, bu səbəb nə üçün yaranıbdır, hansı səbəbdən yaranıbdır. Ola bilsin ki, işçinin diqqətliyindən yaranıbdır və yaxud da hansı bir texniki səbəbdən yaranıbdır. Biz problemi biləndən sonra həmin əməkdaşın inkişafı üçün, bu səhvlərin təkrarlanmaması üçün əlimizdən gələn düzgün yolları yönəltməliyik işçini. Əməkdaş bəlkə eyni zamanda tərif eləmək lazımdırmı sizcə? Mütləq. İrad bildirəndə, iradın sonunda mütləq işçinin güclü tərəflərini və bu günə qədər uğurlarını vurğulamaq lazımdır ki, əməkdaş demotivasiya olmasın. Sendviç metodu yəni. Ümumiyyətlə Şirinin arasında azını vermək. Ümumiyyətlə düşünürəm ki, rəhbər öz əməkdaşını tanımalıdır. Çünki hər əməkdaş fərqlidir və fərdi yanaşma olmalıdır. Elə əməkdaş var ki, iradı bir dəfə bildirməklə biz nəticə əldə edə bilirik. Amma elə əməkdaş var ki, bir neçə dəfə və fərqli formatda məcbur iradı bildiririk ki, yekunda nəticə əldə edək. Təşəkkür edirəm. Türkan xanım, sizcə əməkdaşın inkişafını sürətləndirən ən vacib amil nədir? Onun mentorudur, yoxsa ümumiyyətlə təlimdirmi, yoxsa real məsuliyyət götürmədir? Daha çox inkişaf elətdirən nədir işçini? Sadaladığımız bütün amillər vacibdir inkişaf üçün, lakin ən sürətli inkişaf üçün inkişaf məsuliyyəti götürəndə baş verir. Hətta belə bir deyim var ki, insanın ən yaxşı təsiri işin özüdür. Potensialı olan bir əməkdaşı kiçik bir layihədə biz məsuliyyət ötürsək, biz onun bacarıqlarını daha tez aşkarlaya bilərik. Çünki o layihəni uğurla yerinə yetirməsi üçün həll yolları axtaracaqdır, əlindən gələni eləyəcəkdir. Ola bilsin süni intellektə müraciət eləyəcək, ola bilsin mentoruna müraciət eləyəcəkdir, təlimlərə qoşula bilər. Yekunda həm tapşırıq yerinə yetiriləcəkdir, həm də təcrübə qazanaraq inkişaf etmiş olacaqdır əməkdaş. İşçinin inkişafı rəhbərdən asılıdır sizcə? Birbaşa asılıdır. Çünki rəhbər əməkdaşın potensialını görməlidir. Vaxtında ona düzgün istiqamət verərək inkişaf elətdirməlidir. Burada inkişaf dedikdə təkcə təlimlər nəzərdə tutulmur. Elə bir mühit yaratmaq lazımdır ki, filialda, ümumiyyətlə təşkilatda ki, əməkdaş rahat, sərbəst şəkildə gəlib fikrini bildirə bilsin və yaxud da hər hansı bir problemindən bölüşə bilsin. İşçinin ümumiyyətlə güvənini qazanmaq lazımdır ki, ona dəstək ola biləsən. Siz özünüz işçiləri dəstəkləyirsiniz? Əlbəttə, hər zaman dəstəkləyirəm. Təkcə işlə bağlı deyil də, şəxsi həyatlarında yaranan problemlərlə belə rahat mənlə gəlib bölüşə bilirlər. Yəni, yaxşı bir məqama gəldi. İşçi şəxsi həyatını rəhbərinlə müzakirə eləməlidirmi sizcə? Bəli, baxın, qısa bir misal danışım sizə, praktikamda, təcrübəmdə olan. Belə bir əməkdaşım var idi ki, həyatında şəxsi problemlər yaşayırdı və həmin şəxsi problemlər bunun artıq işində biruzə verirdi özünü. Onu vaxtında görüb, həmin əməkdaşı düşündüm ki, rəhbər kimi yox, insan kimi yanaşmaq lazımdır. Ona vaxt vermək, dəstək olmaq lazımdır. Onun elə bir iş yükünü biz yenidən baxdıq, yenidən planladıq, biraz azaltdıq ki, bu həm evdə yaranan problemlər, həm işdəki olan bu məsuliyyətin arasında qalmasın bir növ. Dəstək göstərəndən sonra, məsləhətlər veriləndən sonra, vaxt veriləndən sonra əməkdaşa, həmin əməkdaş inandırım sizi komandaya daha güclü qayıtdı və çox yüksək nəticələr əldə elədi. Aydın. Bəs yaxşı, siz necə qəbullansınız? Bax, məsələn, qadın rəhbər işçi bir xanımından rəfiqəlik eləsin, filial müdürü kişi öz işçisinin oğlanla dostluq eləsin. Burada sui-istifadəyə gətirib balans pozuntusuna yol verməz? Balansın pozulması sizdən asılıdır, rəhbərdən asılıdır. Yəni kimlənsə yaxşı ünsiyyət qurub,
dostcasına məsləhət vermək o demək deyil ki, işdə bu sui-istifadə olunmalıdır. İşin öz yeri var, dostluğun və yaxud da bir yerdə nahar eləməyin öz yeri var. Onu bir-birinə qatmamaq rəhbərdən asılıdır. Yəni, düzgün idarə etsə... Yəni, sərhədləri qorumaq şərti ilə. Mütləq qorunmalıdır. Sizin rəfiqə işçiniz var? Əlbəttə. Mən bütün işçilərimdən fərqi yoxdur, qadındır, kişidir. Hamısından dost münasibəti bəsləmişəm. Yüksək nəticə göstərən, amma inkişaf etməyə marağı olmayan əməkdaşlar necə işləyirsiniz? Çox maraqlı sualdır. Ümumiyyətlə düşünürəm ki, əgər əməkdaş inkişaf etmirsə, onun o yüksək nəticəsi müvəqqətidir. Bu, bəlli bir zamanda artıq nəticə verə bilməyəcəkdir. Yəni, sağollaşsınız, yola salsınız. Sağollaşmırıq, xeyr, sağollaşmırıq, amma bunun səbəbini anlamağa çalışırıq. Mütləq həmin əməkdaşın motivasiya mənbəyini tapmaq lazımdır ki, onun inkişafında onun öz maraq dairəsinə uyğunlaşdıraq. Müəyyən eləyirsiniz, özür dilərim. Mütləq. Hətta Maslow'un bu ehtiyaclar iyerarxiyasında qeyd olunan onun ən yüksək ehtiyaclar hissəsi ki var, orada şəxsi inkişaf, özünü reallaşdırma, o da hər bir şəxs üçün o qədər də önəmli olmaya bilər. Yəni, sizin üçün, mənim üçün o önəmli ola bilər, amma kimsə də ora çatmayıb daha aşağı pillədən kifayətlənə bilər. Yəni, əgər həmin təşkilata və həmin əməkdaşa bu xoşdursa, belə hər iki tərəf xoşbəxtdirsə və həmin əməkdaş komanda ruhuna mənfi bir təsiri yoxdursa, düşünürəm əməkdaşlığı davam etmək olar. Sizin filial müdürünün müavini kimi əsas məsuliyyətinizdə ən çox hansı bacarığınız sizə kömək edir? Hansı bir, belə deyək də, türklər demiş bir kapasitəniz var ki, o sizə çox kömək edir. Hamıdan fərqləndirir o sizi. Düşünürəm, çətin vəziyyətdə panikaya düşmədən tez və düzgün həll yolunu, optimal bir həll yolunu tapmaqdır. Amma tapdığımız bu optimal yolda icra etmək lazımdır, həyata keçirmək lazımdır. Burada artıq mənim köməyimə effektiv ünsiyyət qurma bacarığı gəlir. Ümumiyyətlə düşünürəm ki, dinləmə bacarığı, effektiv ünsiyyət bacarığı bizi həm müştərilərlə, həm əməkdaşların, həm də rəhbərliklə düzgün kommunikasiya qurmaqda dəstək olur. Aydındır. Və komandadan motivasiyanı qorumaq üçün rəhbər ən çox nəyə diqqət eləməlidir? Bilirik ki, maddi motivasiyanın rolu böyükdür. Əgər biz filial daxili qeyri-maddi motivasiyadan danışırıqsa, burada ən birinci və önəmlisi rəhbərin işçilərə qarşı olan diqqətidir. Maddi motivasiya CFO dərəcəsizlik deyil də, büdcə yoxdur. Ona görə biz keçirik qeyri-maddi motivasiyadan danışırıq. Orada ən önəmlisi rəhbərin işçiyə qarşı olan diqqətidir. Yəni, hər bir əməkdaş, hər bir işçi gördüyü işin qiymətləndirdiyini, görülməsini istəyir. Və mən sizə deyim ki, rəhbər işçilərin səylərini, nailiyyətlərini vaxtında və səmimi qeyd etməlidir. Çünki elə bir hal ola bilər ki, işçi hər hansı bir yaxşı bir işi görübdür, amma o təşəkkürü almayıbdır. Ondan sonra buna, belə deyək də, o təşəkkürnamə belə verilsə, rəsmi təşəkkürnamə belə verilsə, onu o qədər də motivasiya etməyə bilər. Həmin anı qaçırtmaq olmaz. Ən azı bir tortalıq yığılıb bir qeyd eləmək lazımdır. Təşəkkürün belə anını qaçırtmaq olmaz. Ona diqqət yetirmək lazımdır. Aydındır. Komandada fikir ayrılığı yarananda rəhbərin rolu necə olmalıdır sizcə? Bax, iki dənə işçinin arasında fikir ayrılığı var. Mübahisəni necə həll edirsiniz? Fikir ayrılığının olması müsbət haldır. Yəni, bu inkişaf deməkdir. Çünki, amma düzgün idarə olunsa, bu yeni ideyalara, yeni fikirlərə gətirib çıxarda bilər. Əsas odur ki, o fikir ayrılığını konfliktə çevrilməsinin qarşısını alasınız. Öz praktikamda hər iki tərəfi dinləyirəm, çalışıram ədalətli olum. Hər iki təklifin üstün və zəif cəhətlərini bir yerdə müzakirə edirik. Yəni, məqsədimiz kimisə burada uduzdurmaq deyil, komandaya daha optimal bir həll yolu tapmaqdır. Ümumiyyətlə, münaqişənin özü də bir inkişafın bir hissəsidir də. Yəni, hər hansı bir çətin situasiya düşəndə... Nəticədə siz neytral qalırsınız da? Neytral qalmırıq. Yəni, biz oturub müzakirə edirik. Mütləq qədər üstün cəhətlərin, mənfi cəhətlərin müzakirə edəndən sonra optimal bir həll yolu tapırıq komandayla. Aydındır. Uzun müddətli müştəri ilə neçə ildir bankdasınız? 15 il. 15 il, maşallah. 15 il müddətində yəqin ki, hər tip müştəri ilə rastlaşmısınız. Yəqin ki, elə bir müştəri ilə də rastlaşmışsınız ki, elə kim gəlir, deyirsə, görə bu banka gəlirəm, yox, sən getsən gedərəm və s. Yəqin ki, sizə də bu tipli deyənlər var da, düzdür. Biz çətin müştəri ilə rastlaşanda ümumiyyətlə yanaşmanız necə olur? Çətin müştəri kimdir sizin üçün?
Ümumiyyətlə müştəri ilə işləyən əməkdaşların birinci xüsusiyyəti dinləmək bacarığı olmalıdır. Ən birinci. Dinləmək bacarığı olandan sonra təcrübə ilə belə işçiyə artıq o müştərinin problemini, həll yolunu tez bir zamanda tapmaq bacarığı yaranır. Düşünürəm hər zaman müştərilər ümumiyyətlə bankı seçəndə ilk öncə bankın dayanıqlığına baxırlar, rəqəmlərə baxırlar, təsisçilərə baxırlar ilk dəfə gəlişlərində. Amma növbəti gəliş artıq müştəri və əməkdaş bağlantısı yaranır deyə hətta həmin filialı seçir və həmin mütəxəssisdən xidmət alsın. Yəni, bu artıq mütəxəssis emosional bağ yaranır. Mütləq orada emosional bağ yaratmaq lazımdır. İşçinin peşəkarlığı orada əsas rol oynayır, dinləmə bacarığı, problem həll etmə bacarığı. Bu artıq müştəri bizim loyal müştərimizə çevirir. Yəni elə müştərilər var ki, hətta mən düşünürəm ki, əksər hallarda müştərilər öz problemlərinin tez bir zamanda həll olunmasından çox prosesin nəzarətdə olmağını hiss etmələridir. Yəni, həmişə mən öz komandama onu vurğulayıram ki, elə bir problem ola bilər ki, bizdən asılı olmayan səbəbdən biz onu bu dəqiqə icra edə bilmirik. Lakin onun üçün zaman lazımdır. Vaxtında müştəriyə düzgün onu məlumatlandırsaq, yəni müştəri beynində suallarla qalmamalıdır ki, görəsən məni unudublarmı, görəsən mənim işim gedirmi? Tamamilə doğrudur, doğru yanaşmadır. Biz də onu təcrübədə çox görmüşük. Hətta məsələn biz ara-sıra zəng edib deyirdik ki, proses bu yerdədir və insan çox xoşbəxt idi müştəri ki, yəni siz məni necə diqqətdə unutmamısınız, diqqətdə saxlayırsınız. Onu xüsusi diqqət kimi də qəbullanır hətta. Bəli, bu keyfiyyətli xidmətin bir hissəsidir. Yaxşı rəhbərin komandaya verdiyi ən böyük töhfə nədir? Ən böyük töhfə, ən böyük dəyər düşünürəm ki, etibarlı, ədalətli və dəstək edici bir mühiti yaratmaq lazımdır ki, hər bir əməkdaş öz potensialını reallaşdıra bilsin. Çünki hər kəs fərqlidir. Hər kəsin bir unikal qabiliyyəti var, bir güclü tərəfləri var. Onu rəhbər vaxtında görməlidir, istiqamət verməlidir, inkişaf elətdirməlidir ki, komanda güclü olsun. Mən özüm üçün uğur nəyə sayıram? Əgər mənimlə işlədiyim müddət ərzində əməkdaş inkişaf edirsə, güclənirsə, yəni mən onun gələcəyin lideri kimi yetişdirmək üçün bütün bilik və bacarıqlarımı səmimi bölüşürəm. Yetişib rəhbər olanda mənə də bir ədalətimlə başqalarına verdiyim dəstəkli xatırlasın. Sizə işçiləriniz sizi sevir? Hiss edədiyim qədər sevirlər. Amma yenə də üzünüzə deyirlər, yoxsa elə sadəcə elə hiss elətdirlər. Səmimi istəməkdir o, yoxsa necə? İnandırım sizi, bu sözdə istəməkləri o qədər də qəbul eləmirəm mən. Yəni ola bilər də rəhbərdir, elə insanlar da var, elə yanaşmalar da var, mütləq bir kompliment edirlər, bir nəsə onları mən olsun, elə onların da bir yeri var, amma əsas hərəkətdə onu göstərməkdir. Yaranan bir çətin situasiyada əməkdaş özünü necə göstərirsə, yəni filialın ümumi nəticələrinə doğru ola bilsin heç nahar fasiləsinə belə çıxmır. İşdən sonra da qalır ki, yəni bu nəticəni bir komanda olaraq verməliyik, bir məqsədimiz var. Mən orada artıq onun mənə yanaşmasını, hörmətini, istəyini orada qiymətləndirirəm. Məncə mən istəyərdim ki, sizin işçilər kommentariyada yazsın, görək həqiqətdə istəyirlərmi? Yazsınlar. Sizin dilinizdən yox, işçilərin dilindən eşidək ki, həqiqətdə sevirlərmi? Yazsınlar. Tamam, təşəkkür edirəm. Son sualımıza gələk Türkan xanım. Komandanızda elə bir əməkdaş olubmu ki, əvvəl siz onun potensialını görə bilməmisiniz, amma o sonradan sizi təəccübləndirib ki, mən bunu belə təsəvvür eləmirdim də, yəni bu necə tamamən yanlış fikrə qapılmışam işçi barəsində. Olub elə. Öz təcrübəmdən desəm, fərqli filiallarda çalışmışam, fərqli komandalarda işləmişəm. Əksər hallarda işçinin potensialını tez bir zamanda düzgün təyin edə bilmişəm. Yəni təəccübləndiyim bir hal yadıma düşmür hal-hazırda. Düşünürəm o mənim şəxsi keyfiyyətlərimə bağlıdır. Yəni insanlara daha həssas, daha hissiyatlı olmağıma bağlıdır. Amma normalda işçinin potensialını aşkarlamaq üçün mütləq qaydada ona fərqli tapşırıqlar vermək lazımdır və şərait yaratmaq lazımdır ki, özünü göstərə bilsin. Bunun üçün də əlbəttə ki, zaman lazımdır və müştəriyə bir neçə şans vermək lazımdır. Təşəkkürlər səmimi fikirləriniz üçün, gözəl fikirləriniz üçün Türkan xanım. Çox sağ olun.
Dəvəti qəbul edib gəldiyinizə görə ayrıca təşəkkür edirik. Siz sağ olun, təşəkkür edirəm. Bununla da ICT Lider Məzunlar layihəsinin növbəti buraxılışı sona çatdı. Növbəti görüşlərdə görüşmək ümidi ilə. Sağ olun.